Bugün çox asan hazırlanan, ətri evi bürüyəcək möhtəşəm bir portaxallı piroq hazırlayırıq. Yumşaq kərə yağının üzərinə 3 xörək qaşığı şəkər tozu, 1 çimdik duz əlavə edib mikserlə krem halına gələnə qədər çırpırıq. İndi isə bura yumurta, un və qabartma tozunu da əlavə edib xəmir yoğururuq. Xəmiri bir paketə qoyub 30 dəqiqəlik soyuducuda saxlayırıq. Kremi üçün yumurta, qatılaşdırılmış süd, xamanı qarışdırırıq və ən əsasda portaxalın şirəsini sıxıb bura əlavə edirik. Sonda da 1 xörək qaşığı un əlavə edirik. Unun əvəzinə qarğıdal nişastası da əlavə eləyə bilərsiniz. Xəmiri qəlbin içərisində əllərimizlə açırıq. Kənarlarını da biraz hündür edirik ki, içlik dağılmasın. Əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 40 dəqiqəyə bişiririk. Piroq tam soyuduqdan sonra üzərinə şəkər pudrası səpib portaxal dilimləri ilə bəziyirik. Siz bir bu gözəlliyə baxın. Ağızda əriyən, yumuşaq, ətirli bir piroq alındı. Mütləq hazırlayın, nuş olsun.